hansını ki biz qərar vermişik ki, böyle nığdırı gridlərdir, yığacaq başlanır. Frame, flex, nə bilim, float, mod istifadə eləmirik, gridlərdən istifadə qərar vermişik. Qərar çətin qərardır, çox çətin. Çünki özümüzü bəzən məcbur edəcəyik ki, rahat vasitəni buraxıb narahatdan istifadə edəcəyik. Bu əslində yaxşı şey deyil. Amma öyrənmək, məqsəd öyrənməkdirsə, mən sizə sadəcə sübut edəcəm ki, yəni gridlə də bütün hər şeyi eləmək mümkündür, yol vermək mümkündür. Şimdi burada bizim vəziyyətimiz nə? Header'dan başlayırıq. Header'dan başlayırıq, başladıq. Tak, giydirmə peyin. Yəni giydirmə deməyimə baxmayaraq, yəni ondan istifadə etməyə davam edirik. Yəni bəzən belə bir durum var, məcbur. Deməli, bizim header'ımızın strukturunu mən sizə çəkirəm ki, görərsiniz ki, əslində header nədir? Header, bax, haradadır bunun qalınlığı? Xətti seçdim, hə? Yox. Tak, bu logo hissəsi ve bu. Tamam, header'ımızın strukturu bu. Logo burada var. Ondan sonra telefon ve diğer sosyal şebekeler var. Bir de mail var. Tamam. Buna da basanda ana sayfa yaparır. Bunları da basanda sosyal şebekeler yaparır. Bunları da basanda arası yaparır. Ha, sayfalar yaparır. Onun için. Yani tabii ki bizim imkanımız var ki burada bir tane de ben div yaradım veya misal üçün məsələn div yaradım və bunun içərisində onların hamısını yerləşdirim. Bu da olacaq mənim grid konteynerim. Amma belə bir şey deyim də, bir dənə qutunun içərisində başqa bir dənə qutu yerləşdirmək çox da ağıllı bir şey deyil. Yəni bir qutu zaten var da, bunun içərisində yenə bir dənə qutunu niyə qoyursun ki? Onun ölçüsündə. Bunun içərisinə bunu yerləşdirmək lazımdır. Niyə? Çünki bunların ölçüləri fərqlidir. Bu tam ekran. Tamam? Konteyner bunun içərisində daha balaca yer tutur. Amma burada elə vəziyyət deyil. Yəni ki, burada da bu tam ekran olmalıdır. Yəni bu da onun boyu. Onun üçün bunu mən eləməyəcəm. Mən bunun özünü eləyəcəm grid konteyner. Və dediyim kimi, bu da link olduğuna görə mən onu eləyəcəm nav. Tamam? Nav mənim grid konteynerim olacaq. Hansının ki içərisində mən bir, ID'si logo olan və içərisində image olan bir dənə link yaradıram. İki, içərisində baxın, burada birbaşa fikirləşməyə çalışıram. Bizdə nə idi? Mobile first, düzdürmü? Yəni bizə lazımdır ki, əvvəlcə logo gəlsin, ondan sonra sosial ikonlar, sonra menu. Yox, yəni ki, mən şəxsən əvvəlcə logo, sonra menu qoyardım. Ondan sonra sosial şəbəkələri. Onun üçün, baxmayaraq ki, bu daha altda yer alır, mobile first. Mən deyirəm ki, məndə menu olacaq, onun üçün də lilər olacaq, onun üçün də alar olacaq. Neçə dənədir? Home, News, Product, Features, Contact. Tamam, qaydırıq bura. Deməli, Home, News, Product, Features və Contact. Menümüz də hazırdır. Ondan sonra bizim bir dənə də, niyə mən buna ID yazmışam, buna ID yazmamışam? Çünki təşkil. Çünki bu menudur, başqası yoxdur zaten. Bu isə A'dan çox ola bilər, burada da bir baxım A var, onun üçün. Və nəhayət, burada da iki hissədən ibarət olan bir şey var. Telefonun burası, bir də sosial ikonlar. Mən də bu kifayət qədər uzundur, amma mobile'da böyük ehtimal onları alt-alta eləyəcəm, düzdürmü? Onun üçün burada bir dənə div yaradıram. Adını qoyuram, məsələn, kontakt divi. Bu divin içərisində başqa bir div olacaq. Hansının kağıdısı olacaq, məsəl üçün fon. Tamam? Bir dənə də div olacaq, hansının kağıdı olacaq icon. Mən çalışıram ki, ID-ləri heç vaxtı cəm qoymayayım. Belə qoya bilərik. Bu icon olsun, kontakt olsun. Niyə çalışırsınız? Burada yox, çalışacağım. Mən bilmirəm, yəni var, bəzi şeylərdə, dəyişənlərdə bir də nə bilim, database-də elə bir qayda var ki, ehtiyac yox.
Okey. Deməli, kontaktda nə yazırıq? Burada yazılır. Colas. Məsəl üçün, plus 99, 400, nə bilim, 50, 55. Babam. Məsəl üçün. Bunun da içərisində olacaq tik dediğim. Yani tik. Bunlar da olacak alarm. İçinde olacak ikon. Düzdür mü? Böyle de ikonlar olacak da yani. Facebook, Twitter, ne bilimler falan. Ve aynı yalasın. O qavaqlar Twitter arıq idi. Ondan sonra şişdi, kökəldi. Ondan sonra bir şey öldü. Oldu qara və üstünə xəc qoyublar. Deməli, burada yumrular da olduğuna görə mən burada A saxlayıram. A məndə yumru olacaq, içərisinə isə ikon yerləşdirəcəm. İkon yerləşdirəcəyimə görə mənə deməli fontosum lazım olacaq. Düzdürmü? Əvvəlcə onun CDN-ini götürəcəm. Və bura. Onu bura arasa yerləşdiririk. Yes. Ondan sonra da onun özünə daxil olub mənə lazım olan şeyləri utility zırt port news background əgər pullu götürsəz illik 20% indirim sizə verir. 119 dolar. 5 nəfər. Azaltsan zırt. Deməli, onun üçün pulsuzdan istifadə edəcək. Deməli, Facebook lazımdır bizə. Acaba pulsuzu. Var burada pulsuzu, gül kimi istifadə edilməli. Götürdük. Facebook. Arada o. Facebook. Sonra gəlirdi arıq Twitter. Arığı burada olmaya bilər. Kökündən götürək. Twitter. Birinci nəsi var. Götürdük. Buraya. Sonra gəlir nə? Sonra gəlir bu. Bu RSS-dir millət. Yadınızdadırsa. Bununla da RSS-dir. Bunu götürdük. Bura şamil elədik. Ondan sonra gəlir bu. Bu nədir? Əlində beli olan insan. Bu bizdə sosial şəbəkə var idi. Bunun adı Dick idi. Tamam. Böyle bir şey. Ama ya indiki logosu budur. İndiki logosu bu. Dediler ki o biri çok nesiriyorsunuz. Onun için değiştirirler. Sonra bu var. Bu bizim orta statistik e-mailimiz. E-mail de yazabiliriz, envelope de yazabiliriz, letter de yazabiliriz falan çıkacak. Okay. Və nəhayət belə. Bu qavaqlar Hotmail Messenger idi. Yəni hazırda nə Hotmail qalıb, nə Messenger qalıb. Onun üçün məsəl üçün users yazsaq, belə bir şey götürsək. İşimizi görür. Tamam. Bunu gəlin start eləyək. Haradadır? Buradadır. Hamısı buradadır. Prosta hamısı qara fonda geçti görsənmir, onun üçün belədir. Bunun üçün bir, logosunu çıxardırıq. Logosu əslində tək rənglidir, onun üçün təxmin edirəm ki, onun üçün buradan birbaşa birinci olaraq export edə bilərik. Tamam. Bizə bunu verdi, götürürük, tuluyoruz. Ara. Tuluyoruz bura. Necə tuluyoruz? Sizin sevdiğiniz usulun birincisine. Okay. Burada da yazırıq ki, bizim buradaki image olacaq nə? CSS'dən çıxdı. Yox, bu HTML. Image'in içərisində Dax PNG burada yazırıq. Dax logo. Yaxşı. Baxırıq. Dax gəldi. İndi baxırıq menyuya. Menünün adı onun üçün görsənəcək. Products. CSS'e gəldim. Bu onun CSS'idir. Style'dan
yazırıq ki, bizim deməli menünün içindəki alarm budur. Font size 18 pikseldir. 18 bir tamamda neçə? 1.1 olar. Tamam. Line height bizə lazım deyil. Niyə? Çünki bir sətirlik bir şeydir. Rəngi bu formada yaza bilərik. Font weight 400'dür. Çox istəyirsinizsə bura yaza bilirik. Və nəhayət belə bir fontu var. Fontu Caviar Dreams. Yəni, yatırsan, yuxuda görürsən ki, qara ekran yiyirsən. Baxırıq, Caviar Dreams nə olan şeydir? Caviar Dreams var imiş. Bəli, belə içində bir şeydir. Həqiqətən oxşuyur. Bunu download edirik. Və ondan sonra bizim burada nəzərdə tutulmuş font qovluğunun içərisinə adını qoyuram. Caviar və bunun içərisinə bunları tuluyorum. Və ondan sonra da font CSS'nin içərisində Caviar Dreams üçün adı böyle olmalıdır. Biz bizim üçün fontu import edirik. Bold değil, italik değil, deməli bu. Buradan. Və salam şuradan. Tamam. Baxırıq. Bura. Görürük ki, zırt. Niyə? Çünki fontu biz burada import eləməmişik. Resetdən sonra, yəni ki, resetdən əvvəl fərqi yoxdur mənim üçün. Bir dənə font CSS-i də import eləyək ki, burası değişsin. Okay. Eynidir mi? Buradaki hərflərin uppercase olduğunu nəzərə tutsaq və burada lazımlı olan düzəliş eləsək, o zaman yəqin ki, okey olacaq. Nə yazırıq? Text, transform, uppercase. Tamam. Çok. Əla, super. Qalıq bunlar. Bunlar necədir? Bunlar beləçinədir. Bunu seçirik. Fontunu götürürük. Burada da belə qeyri-adi bir font var bizdə. O bizdə neydi? O bizdə kontaktın içərisində bunun öz şeyi var idi. Font vermişdik ona. Yox, ID yox. Bəli, bunun öz ID'si var burada. Onun üçün deyirəm ki, fonun şeyləri bunlardır. Font size məsəl üçün 0.8 EM'dir. Yəni ki, 85. Line height burada lazım deyil. Ondan sonra color'ı bundandır. Və font family'si də Museo Sans gelir. Museo Sans bizdə indiyənəcən yox idi. Onun üçün gedirik Museo'nu axtarmağa. Museo Sans Adobe fontuydu. Bundan götürmürük. Adobe həmişə pulludur. Nəsə başqa bir şey axtarırıq. Belə bir font imiş. Haradadır bunun downloadu? Burada da onun downloadu. Bir dənə də download var. Museo Sans zip. Bir reklama bax. Tamam, bağlayaq. Ondan sonra bizə bunu verir. Bunu açırıq. Demo font. Bu nədir ya? Belə font olar sizə. O biraz itirdi buna görə. Sevmirəm mən öyle şeyləri. Tamam. Adını qoyuram. Museo. Qovluğun adını. Və hamısını tıklamayacağım. Birincisi baxıram ki, burada məndə 100'lüklər var, 300'lüklər var, 500'lüklər var, 700'lüklər var, 900'lüklər var. Mənə normalı lazımdır. Düzdür, heç normalı yoxdur burada. Normalı 400'dür. Tamam, 500'lükdən götürürəm. If show. İstəmirəm başqa. İnşallah yoxdur. Və adlarını da giydirmə şeyləri silirəm. Mənə lazımdır ki, sırf Museo yazılsın. Ya burada 500 var, 500'ü tərk var. Tamam, bu ikisi kifayətdir. Yazıram ki, arada font. Deməli, Museo Sans, Museo. Tamam, nerede olacaq? Museo qovluğun içərisində bunu burada istifadə edəcəm, deyirəm.
Tamam. Hı -hı. Baxa bilərik preview'ya. Görə bilərik ki, aha, bu indi ucu görsənir. Amma demo fontdur, deməli yarısı yoxdur. 200 təpələmiş yox. Neyse, fərqisini hər zaman tapmaq mümkündür. Uğursuz saytdan götürmüşük, sizə söyleyeyim. Amma dediyim kimi, yəni, yaxşısını biraz axtarsanız tapa bilərsiniz. Ha, bunlarla biraz məşğul olaq, çünki belə olmaz deyəcəm. Bizim ikonların rəngi var, rəng önəmlidir və ölçüsü var, ölçüsünə də baxacağıq. Tamam, rəngini götürdüm. Ölçüsü də nə qədər ölçüsü 14 pikseldir. Yəni, haradasa yox, böyüklər də var. Bir yem verəcəm hamısına, tamam, problem yoxdur. Deməli, onların bizdə adı icons'ıydı, düzdürmü? Onun içərisindəki icons'ın içindəki, anın içindəki ilər üçün şey yazıram, düzdürmü? Icons'ın içindəki alar olacaq. Bir də ki, icons'ın anın içindəki ilər olacaq. Okey, bunun üçün yazıram font size 1 və color bundan. Okey, eləlik bu qədər. Ondan sonra aya baxırıq. Anın olacaq rəngi bundan. Bunu da boz eləməyə çalışıb. O background rəngdir. Belə içinə düzəldirik. 2 olacaq ölçüsü. Çünki yumruqdur. Deməli, diametri 26 pikseldir. Tamam. Yazırıq bura ki, width olacaq, diametri bizdə yoxdur, 26 piksel. Ondan sonra height'ı olacaq 26 piksel və border radiusu olacaq 50%. Amma bu hansı elementdir? Inline elementi. Inline'da width height olmaz. Onun üçün bunun displayini sıraz mən yan bayan lazımdır. Mən yenə də onu inline block eləyəcəm ki, bunlar yan bayan yerləşə bilsinlər. Nəticəyə baxırıq, görürük ki, belə bir şey alındı. Hər şey bombadır, amma ortada durmurlar. Ortada durması üçün inəcəyik. Ay sağ ol, veririk inline grid. Tamam. Və ortada olma, griddir, bizdə hamısı griddir. Tam ortada olması üçün buna da veririk margin out. Böyle. Yani gridin de inline olur. Bir, ikincisi o da flex kimi, yani content justify, ne bileyim, align content, sırf buradan bunu ortaya getirebilir. Şu ve salam şu tamam. Beləliklə buradaki məzmun okeydir ama bu sefer baxırıq ki o aşıb daşır yani bizim header'ımızdan şöyle çıxır. Səbəb nədir? Səbəb budur ki biz header'a böyle bir height vermişik. Hansı ki prinsipçə bizə lazım deyil. Yani verməsəydik də olardı. Vermirik. Olur. Ne olur? Okey, indi yerləşir. Və mobile first olduğuna görə baxırıq ki, bunun mobile'da ən yaxşı bir şəkildə necə göstərəcəkdik? Ortada olsaydı pis olmazdı. Onun üçün deyil ki, bunun bir dənə də text align olsun center. Çox. Allah xoşbaxt eləsin. Möhtəşəm. Darks'ın bu arada logomuzun bu arada mavi background'u var belə içində. Bizdə də belə bir klas var idi, səhv eləmirəmsə. Var idi mi? Yox. Niyə yaratmamışıq bu zon klasını? Rengi. Ha. Rengi var yaratması. Onu. Rengi de klasını niyə yaratmamışıq background üçün? Niyə də niyə? Məsəl üçün background mavi niyə yaratmamışıq? Niyə mən bunu burada 85 dəfə yazmalıyım? Bir dəfə yazardım ki, mavinin backgroundu mavidir. Çox. Və o zaman footer 2'də burada bunu yazmaq əvəzinə ondan sonra nə bilim footer 2'də birbaşa yazardım ki burada yazardım ki klası background mavi. Mesela yani eyni şey olacaq zaten. Oldu mu? Eyni şey. Oldu mu? Görürsünüz. İndi burada da eyni qaydada mən sadəcə burada harada da bu. Burada yazardım ki bunun klası olsun background mavi. Okay? Buna da baxırıq, görürük ki böylece nə oldu? Niyə belə oldu? Giydirmə.
Çünkü onun tagi adı inline. Tamam, inline olduğuna göre bunun hal-hazırda ne enliğe ne hündürlüğe hiçbir şey yok yani böyle. Tamam, buna göre de millet nazara alsak ki bizim burası zaten biz bu daqiqa desktopda gridlə yerləşdirməliyik. Mən bəri başdan deyirəm ki, heç bunun əvəzinə deyirəm ki, bunun displeyi olsun grid. Tamam. Və bunun displeyi grid olsun dediyim andan etibarən yazmalıyam ki, mobile'da bizim elementler necə düzülür? Alt-alta düzülür. Onun üçün burada olacaq grid, template, rows. Tamam, yaza bilərik. Auto. Əgər istəyiriksə, hələlik. Tamam. Orası tamam, şu tamam. Bunu yalnız səhv yerə yazmışam. Bilirsiniz niyə? Çünki bu navın içində olmalıdır. Header'ın içərisində yox. Bu da hamısı burada yazılmamalıdır. Bu yazılmalıdır navın içində. Tamam. Navda bunu yazdığımız vaxtı baxın bu çox daha mədəni olur. Yəni ki, bu da yerini alır, bu da filan keçməkən. Hətta və hətta biz əgər bunun hündürlüyünü daha yaxşı eləmək istəyiriksə, misal üçün də tutalım ki, buna bərabər eləmək istəyiriksə və ya hər hansı bir hündürlük vermək istəyiriksə, buraya yaza bilərik. Məsələn, bu tutalım ki, 550 piksel olsun. Və ya misal üçün bunun ortada olmasını istəyiriksə, yaza bilərik ki, nə olsun? Bizim logomuz, yoxdur logo. Evet, yaza bilərik ki, bizim logomuz məsələn mərcini alt olsun. Düzələrmi? Bilmirəm. Yox, düzəlmə. Onun üçün bunun əvəzinə buraya yazırıq nə? Buna logo verdi. Niyə belə oldu? Logo bizdə budur. Yes. Logo budur. Və bizə lazımdır ki, logonun içərisində iniş ortada olsun. Düzdür mü? Onun üçün yazırıq burada display. Grid. Yazırıq justify content. Center. Align. Content. Center. Televizor çok tez error. Nə? Televizor çok tez error. Mən niyə olursun? Teknologiyadan istifadə. Mən nəsə eləyə bilərəm. Dünənki texnologiyası. Elə mi? Siz oradan təmiyəndə olmuş. Mən tərpənmirəm ki, neyim ki? Neyse yazanda şunurdan da verdim. Okeydir, mənim şunurla nə işim var, bax. Çıxarıldı. Hə, yaxşı. Tamam, mobilimiz hazırdır. Mobildə hər şey okeydir. İndi gəldik desktop'a. Desktop'ta vəziyyət necədir? Bilirsiniz paradoksu var, kvant paradoksu var. Bilirsiniz, kvant teoriyası haqqında da oxumusunuz. Kvant fizikası var. Ha? Kvant fizikası var. Yəni oxumusunuz nəsə? Nə oxumusunuz? Oradaki. O qədər yox. Anlar kesmiyor. Adını oxumusunuz. Hə. Orada bir də maraqlı bir paradoks var. Paradoks ondan ibarətdir ki, telefonu bura qoy. Nədir? Elə orada baxırsan. Nə var ki? Məndən maraqlı orada nə var? Qulaq asırsın. Bizdə bir də qız var idi, seyirdə. Erməni idi. O vaxt, yəni Sovet vaxtında. Naira. Ondan nasıl sual verdiği zaman, yani uşaqlar ayaqüstü qalxırdılar, cavab verirdilər. O da ayaqüstü qalxır deyir, başını qaldırır, baxırdı, tavana cavab verir. Müəllim ona deyəndə ki, başını aşağı sal, susurdu, cavab verə bilmirdi. Təzdən başını qaldırırdı, başlayıb cavab verməyə.
Yəni, nəsə şey var idi. Böyle bir, bilmirəm nədir, yəni. Konsentrasiya ora olurdu. Oradan gəlirdi ona. Deməli, kvantda, sadəcə kvantda deyil əslində, amma kvantda onu şeydir. Dururum. Deməli, işıq kvantlarını şey eləyiblər, yəni ki, burada ekrandır, burada işıq yayan bir dənə zat var, kvantları tulayan bir dənə şey var, tüfəng var. Məsələn, iki dənə də şey qoyublar, lövhə qoyublar, birində belə bir cızıq var, birində belə bir cızıq var. Cızıq dediyim deşik, tamam? Hə, və nə bilim, buradan keçən şeylər o formada ekranda iz buraxırdılar, buradan keçənlər bu formada iz buraxırdılar. Yəni ki, bu onun sübut eləyir ki, şeylər özünü, neydi adı, kvant hissəciklər özünü dalğa kimi aparır. Yəni, bu formada da yayılır, bu formada da yayılır. Okay? Normal. Ondan sonra bu iki dənə cızığı birləşdirdiğim zaman, yəni bir dənə nöqtə olduğu zaman, onlar başladılar, yəni ki, maraqlı bir şəkildə belə şey formasında yayılmağa, yumru formasında yayılmağa, hansı ki, heç bir qaydaya uyğun deyil. Və nəhayət, baxıblar ki, əgər biz bunu müşahidə ediriksə, onlar özünü başqa cürlə aparırlar. Müşahidə eləmiriksə, başqa cürlə aparırlar. Okay mi? Onun başqa bir eksperimenti var. Yəni, cücənin bir dənə zadı var ki, yəni cücə yumurtadan çıxdığı zaman hərəkətli eləyən kimi görürsə, onu mama bilir. Okay? Yanında pişik fırlansa, onun dalınca qaçacaq. Yəni itin dalınca qaçacaq, neysə. İnsan şeyləyəndə insan da öz maması bilir, onun dalınca qaçır və s. Onu şey eləyiblər, bir dənə robot düzəliblər, balaca, hansı ki, stolun üstündə belə hərəkət eləyirdi, random bir şəkildə hər tərəfini. Tamam? Cücə çıxdıqdan sonra şeydən, robotu yanında gördüyü zaman robot hara gedirdisə, robot da elə belə gəzirdi də, yəni robot da, yəni random. O da onun dalınca gəzirdi. Hər zaman onun yanında durmaya çalışırdı. Sonra nə ediblər? Sonra cücəni salıblar bir dənə şüşə kubun içərisinə, tamam? Ki oradan çıxa bilməsin, robotu görə bilsin, amma çıxa bilməsin. Robotu qoyublar stolun üstünə, tamam? Cücə robota baxır, filan, niyə? Çünki ona yaxın olmaya çalışır, dalınca qaçmaya çalışır. Amma şeydən çıxa bilmir. Nə baş verdi? Ondan sonra maraqlı bir şey baş verdi ki, robot random gəzə-gəzə yavaş-yavaş başladı o şüşə zadına akvaryuma yaxın durmağa və nəhayət onu birləşdi. Aydındır mı? Onun ətrafında ancaq gəzməyə başladı. Sonra ikinci, üçüncü, beşinci, 10-cu dəfə təkrar elədikləri zaman gördülər ki, o vaxta qədər bütün stolu random şəkildə gəzən robot bu səfər, yəni həmişə gəlir cücənin yanına orada şey eləməyə başlayır. Bəli. Yəni, beləliklə, yenə həmin müşahidəçi faktoru, yəni kvant səviyyəsində, yəni cücənin bu